simit maşında RDL edəcəyik. RDL-i sərbəst ştanqa ilə ya da ki, dumbbell-la da etmək məsləhət. Dumbbell-la etmək hətta da ilk başlayanlar üçün daha effektiv, daha məsləhətlidir. Amma sərbəst ştanqda artıq orta səviyyəyə keçəndən sonra edə bilərsiniz ancaq. Çünki sərbəst ştanqla edəndə onun tarazlığı qorumaq, çəkini düz saxlamaq və beli əyməmək. Çünki beldə problem yarada bilər bu hərəkət, həm də düzgün olunmadıqda. Ona görə çalışın yanınızda məşqçiniz olsun. Əgər özünüz başlanmışsınızsa, simit maşın idealdır. Simit maşından başlamaq olar. Çünki birbaşa özü düz salır, artıq sizin əziyyət çəkmənizə ehtiyac qalmır da. Tərazılığı saxlayım, çəkini saxlayım, belimi düz saxlayım. Sadəcə belimizi düz saxlamaq lazımdır. Deməli, çıxırıq, lyamkalarımızı bağlayırıq. Hər şeydən əvvəl əsas nüanslardan biri bizim boynumuzun duruşudur. Boynumuz qəti şəkildə əyiləndə yuxarıda qalmır. Bu formada yuxarıda özümüzə baxır. Yaxşı. Gözlərimiz həmişə ayaq ucumuza baxır. Həmişə. Boynumuz düz olur. Onurğamızın davamı kimi. Əgər siz çox aşağı ya da çox yuxarı saxlasanız, əmin olun ki, bir neçə məşqə boyun ağrıları ilə salamlaşın. Ona görə də onu istəmiriksə, mütləq şəkildə boyun duruşumuza diqqət etməliyik.